Qardaş, mən bu ambulansları çəkib paylaşmışam. Mən ambulans sürücülərindən birisi mənə zəng edib ki, bəs onu sil, nə bilim, nə var. Mən də demişəm ki, sənin rəhbərin də orada başda oturan həkimi tələb eləməli bura. Çünki mən zəng edirəm, həkim göndərmirsiniz mənə. Deyirsiniz ki, bir dənə həkimim var. O da ki, kəndə gedir, kətdədir. Rayonda deyil, yarım saata gələcək, 40 dəqiqəyə gələcək, 1 saata gələcək, bilinmir. Polisiyada hal-hazırda yoxdursa 10 dənə, 20 dənə təcil yardım maşın var. Hal-hazırda da bu dəqiqə zəhvir deyəcək ki, bir dənə maşınımız çıxıb işə, o da ki, başqa yerdədir, Ağcabəddi böyükdür deyə gələ bilmirik. Taksi tapın, göndərin. And olsun Allah şahidi duram o sözüm ha deyilir. Xəstədə yerdə yatır. Vəziyyəti pis. Mən o xəstəni nətər apar, nətər yardım edeyim. Yəni bax qardaşlar, and ol Allaha bu videonu Allah şahidimiz. Taksi şoferin maşında gedəcək də danışmışam. Yəni qardaşım da Allah bütün xəstələrə şəfa versin. Qardaşım da Ağcabəddi rayonunda bir xəstəsi var. Ağır xəstəsi var. O da mənim kimi bu dərdə düşübdür. Zəng edir ambulansa gəlmirlər. Xahiş edirəm bu devlətimizdən. Çox gözəl devlətimiz var, amma bəzi bu vəzifəyə qoyulanlar vəzifəsindən sui-istifadə edirlər. Xahiş edirəm aidiyyəti orqanlardan, cənab nazirdən, cənab prezidentdən bizim bu Ağcabəddi rayonuna nəzər eləsinlər. Bizim Ağcabəddi rayonuna düzgün şəkildə yoxlama göndərsin. Yoxlama göndərəndə deməsinlər ki, yoxlama gələcək. Ani bir momentdə, yoxlama ani bir momentdə gəlsin. Bir fəhlə paltarında, nə bilim bir tozlu bir paltarda, çirkli bir paltar geyinsi gəlir. Özünə sığışdırsın, bilsin ki, millətinin dərdinə şərik olmaq üçün gəlir. O cür bir paltarda gəlsin, görsün ki, bu Ağcabəddi rayon mərkəz xəstəxanasına göndərir. Gecə bax, bu vaxtlar saat 10-da, 11-də zəhvırsınlar təcil yardıma başqa nömrə ilə. Desinlər Ağcabəddi rayonuna təcil yardım göndərir. Onda onlar deyəcək ki, maşın yoxdur, bir dənədir, o da başqa yerdədir. Xəstəni özün taksidən zaddan tap, yola sal, geçsin. Mən elə düşünürəm ki, bizim devlətimiz, bu həkimlər ki var, öz başınaçılıq eləyir, özü evində şərait qurur ki, özünə ofis düzəldir qapısında ki, həyətində ki, gəl mənim evimdə baxacam, nədir, 20-30 manat pul alacaq. Xəstəxanaya gedirsən, deyir, sığortadır, sığortada pul vermir, bizə az verir. Yəni, burada rüşvətxorluq gedir. Yəni, əsas da xahiş edirəm bizim nazirlərdən, cənab nazir, cənab prezident, həkimlərə düzgün nəzarət olunsun ki, həkim, təbib düzgün şəkildə baxmır. Hər şey keçirdiblər təbibin əlinə, təbib düzgün şəkildə baxmır. Düzgün şəkildə təbib baxsa əgər, desə ki, ya devlət